Xoş gördük. Bəli, Prezidentin Zuğulba iqamətgahından salamlayırıq sizi. Bir qədər əvvəl bu iqamətgahın qarşısında ölkəmizə rəsmi səfərə gəlmiş Latviya Prezidentinin rəsmi qarşılanma mərasimi baş tutdu. Azərbaycan və Latviyanı təbii ki, ilk növbədə tarixi əlaqələr bağlayır bu iki xalqı. Eyni zamanda təbii ki, bugünkü çağırışlar, yeni fürsətlər, əməkdaşlıq potensialı və ələlxüsus qeyd etməliyik ki, Bakı və Riga münasibətlərini 2017-ci ildə Azərbaycan Prezidentinin bu ölkəyə səfəri çərçivəsində daha ali səviyyəyə qaldırıblar. Söhbət strateji tərəfdaşlığa dair sənədin imzalanmasından gedir. 2023-cü ildə isə Latviya Prezidenti ölkəmizdə səfərdə idi və ümumiyyətlə hökumətlər arasında müxtəlif səviyyələrdə qarşılıqlı səfərlər, liderlərin də qatıldığı bir sıra görüşlər müxtəlif beynəlxalq platformalarda tərəflər arasında siyasi dialoqa, əməkdaşlığa böyük maraqdan xəbər verir. Avropa İttifaqının 11 üzvü ilə Azərbaycan strateji tərəfdaşdır, ancaq Latviya ilə əlaqələr xüsusi önəm kəsb eləyir. Latviya Azərbaycanın Avropa İttifaqı və NATO ilə əlaqələrində mühüm rol oynayır. İndi əməkdaşlığın dediyimiz kimi müxtəlif komponentlər üzrə zənginləşdirilməsi imkanları var. Xüsusilə Latviya maraqlıdır. İnformasiya kommunikasiya texnologiyaları, yaşıl texnologiyalar, enerji sahəsində qeyd etməliyik ki, Azərbaycan bugün Avropa İttifaqının 10 üzvünü qazla təhsiz eləyir, enerji təhlükəsizliyində Avropanın mühüm rol oynayır. Latviya da bu ölkələrin sırasına qoşulmaqda maraqlıdır. Daha bir istiqamət nəqliyyat sahəsi ilə bağlıdır. Nəqliyyat sahəsində yeni çağırışlar var. Şərqdən qərbə, o cümlədən şimal-cənub dəhlizi üzrə şaxələndirmə, nəqliyyat dəhlizlərinin şaxələndirilməsi perspektivləri ilə bağlı Latviya Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Bir sözlə, əməkdaşlıq imkanları genişdir və hazırki siyasi dialoq və Bakıda aparılacaq müzakirələr bu əməkdaşlığı realizə etməyə və təşviq etməyə yönələcək. Hələlik isə bizim buradan çatdıra biləcəklərimiz bu qədər. Söz yenidən sizdə.